Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə. Siz əziz yoldaşlara salam ərz eləyirəm. Quranın türkcə tərcüməsindən Nəsr surəsini 110-cu surəni sizinlə paylaşıram. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إذا جاء نصر الله والفتح ورأيت الناس يدخلون في دين الله أفواجا فسبح بحمد ربك واستغفره إنه كان توابا. Nəsr surəsi demək olar ki 3 ayədir. Və adından bəllidir ki, nəsr yəni yardım etmək. Bu surə Mədinədə nazil olan surədir. Bu surədə bir beşarət var, müjdəlik vardır. Deyirlər ki, Məkkənin fəthinə 2 il qalan, demək olar o Hudeybiyyə anlaşmasından 2 il ya biatca sonra bu surə nə mənədir nazil olubdur. Bu surə nə mənə deyir? Deyir ki, İzə cəə nəsrullahi vəl-fəth. O zaman ki Allahın nəsri və fəthi gələ, yəni həm yardım ola, həm açılış ola, fəth ola, fütuhat ola, onda görəcəksən ki adamlar Allahın dininə fouc, dəstə girirlər. O zaman ki sən onu gördün ey Peyğəmbər, onda nə mənədir? Rəbbini həmd etcinin, təsbih etcinin və ondan bağışlamaq istəcinin. Niyə ki o tövbələri qəbul eləyəndir. Bəziləri deyirlər ki, bu surə Məkkənin fəth olmağına bir bişarətdir. Elə o ola bilər ki, demək olar 2 il ondan sonra Peyğəmbər Məkkəni neyniyir, fəth eləyir. Bəziləri də deyirlər ki, bu surənin içində Peyğəmbərin ölüm və dünyadan köçmək bişarəti də vardı. Hətta deyirlər ki, İbn Abbas oddu ağladı və Peyğəmbər soruşdu ki, hamı sevinir, sən niyə ağlayırsan bu surə gələndə? Deyir ki, mən belə hiss elədim ki, da sənin görəvin, risalətin və məmuriyyətin bu surə ilə istəyir qurtulsun. Hər halda bu surədə demək olar ki, elə bir bizim çətin kəlmələrimiz yoxdur. Amma istəsək diqqətlə tərcümə edək. Belə deməliyik ki, İzə cəə nəsrullahi vəl-fəth, Allahın yardımı və fəthi gəldiyi zaman və rəeytən nəsə yədxulunə fi dinillahi əfvaca, insanların dəstə Allahın dininə girdiklərini gördüyü zaman fəsəbbih bihamdi rabbikə fəstəğfirhu innəhu kânə təvvaba. Rəbbinin həmd edərək onu təsbih et və ondan bağışlanmağı istə. Həqiqətən o tövbələri qəbul edəndir. Sədaqallahul aliyyul azim.